Naxçıvan Muxtar Respublikasının 420 min əhalisi var. Siz indi hazırda real statistik aparsanız, o bölgədə təxminən 120 min insan yaşayamaz. Onlar da kimlərdir? Ya pensiyaçıdır və yaxud da ki, dövlət qulluğunda çalışanlardır. Siz şəhərdə gedəndə, məsələn, kütləvi insanları heç vaxt görə bilmirsiniz. 10 illərdir ki, burada vəziyyət belə də davam edir. Deməli, nə baş verir? Burada olan insanların, 300 min insanın ora qayıdışı üçün real məzmunlu reformalar lazımdır. Məsələn, indi son 2 dəyişikliklər baş verib. Məsələn, mən bilmirəm ki, sonuncu bu icra nümayəndəsi rəhbərliyə təyin olunmuş şəxsdən gözlənti nədən ibarətdir? Məsələn, bir nömrəli gözlənti nə olmalıdır? Sosial reabilitasiya proqramları olmalıdır və yaxud da ki, insanların qayıdış proqramı olmalıdır. İşgüzar aktivliyi olan, bizneslə məşğul olan insanlar, məmur kimliyi olan insanlar, elmi fəaliyyətlə məşğul olan insanlar vardır ki, onlar oradan başını götürüb qaçıblar. Türkiyəyə, Orta Asiyaya, Bakıya və s. İndi əgər bu iqtisadi aktivliyi bərpa etmək istəyirsə, məhsul istehsal etmək istəyirsə, bu məhsul ala biləcək istehlakçı kütləni yaratmalıyıq. Bu 400 min, 420 min nəfər yerində deyilsə, biz deməli ümumi daxili məhsulumuz məntiqli az olacaq da, kiçik həcmli olacaqdır. Və yaxud da ki, istehsalçılar azdırsa, eyni zamanda istehlakçı kütləsi də məhduddursa, deməli biz onda ixracat üçün məhsul istehsal etməliyik.